Bir an insan dünyadan qəflət edir, dünyaya göz yumur. Hətta sonra təzədən qayıtsa adi halına da belə o anda tutduğun tutub. Hacı, siz çox gözəl bir məqama toxundunuz. Mənim özümə də çox təsir elədi. Əslində biz çalışsaq ki, məsələn, o zamanın dostluğunu qazanaq, diqqətini cəlb eləyək, məsələn, xüsusilə bu gecələrdə. Yəni, imzanı o eləyər də, imzanı İnşallah, yer üzündəki imzası bəli odur. Mələklər ona nazil olar, o imza eləyər, son sözü o deyir, Allahın vəlisidir, Allahın hüccətidir. Quranda da buna çoxlu nümunələrimiz var ki, məsələn, böyük bir bəla göndərəndə Allah Taala mələklər, məsələn, Lutun qövmü üçün bəla aparanda gəlib Həzrət İbrahimdən imzanı aldılar. Onun razılığını alıb getdilər. Allahın yer üzündə hüccəti odur. Allah olarsız işin görmür. Bəli, bəli. Onlar imzalayır, Allah qəbul edir, onlar imzalayır, Allah rədd edir. Yəni, bəlanı götürür, ya bəlanı göndərir, ya neməti göndərir. İndi bu gecə ümumiyyətlə həyatda insan özü üçün bir hədəf qoya ki, mən dostlaşacam. İmamla dostlaşaram. Nə gün insan dirildər, bu hədəf insanı dirildər. İndi insan dostluq qədri bilən olsa, insan dostluq dəyəri bilən olsa, həqiqətən dostluq insan üçün belə dərk olunmuş bir məfhuma, mənaya çevrilsə, ondan sonra insan dostluqda gedər tapar onu. Biz bəzən o Allahın həqiqi dostlarını tapa bilmirik, ona görə dost nə üçündür onu bilmirik bəzən. Dost nə üçündür, dost nədir bəzən onu bilmirik. Və Allah məsələn, adam eşidəndə məsələn bir şey var, gedir axtarır onu tapır. Amma görürsən adam 1000 dənə şey alıb o yoxdur, almayıb onu, niyə ondan xəbəri olmayıb. Dostluq bizim bəzi şeylər kimi dilimizdə elə belə şüar olub, amma əsl dost necə olur, həqiqi dost necə olur, həqiqi dost adama harda lazımdır. Bunları başa düşəndən sonra insan gedər, o həqiqi dost ki var, onun qapısını heç vaxt onun qapısından boş qayıtmaz. Biz